Salam, hər birinizi xoş gördük. Biologiya 2025 dim test toplusu ikinci hissə maddələr mübadiləsi, energetik və plastik mübadilə mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. 177-ci testə baxaq. Emerintinin amin turşuları kodlaşdıran hissəsinin orta molekul kütləsinə əsasən onun kodlaşdırdığı zülalın orta molekul kütləsi hansı düsturla ifadə olunur? Deməli, testdə bizə emerintə qədər nukleotidlərin kütləsini veribdir. Biz bilirik ki, bir nukleotidin molekul kütləsi 300 AKV-dir. 300 AKV-dir. Bəs onda neçə nukleotidin molekul kütləsi, yəni X nukleotidində molekul kütləsi emerintə qədər olar. X buradan bərabərdir, emerintə bölünsün 300 nukleotidə. 300 nukleotiddir. Biz də bilirik ki, zülalları tapmaq üçün, yəni zülalın biyokütləsini tapmaq üçün nə edirdik? Emer zülal bərabər idi. Amin turşuların sayını vururdum 110-a. Bizdə də amin turşu yoxdur, yalnız nukleotid var. Ona görə nə edirik? Bilirik ki, 3 nukleotid 1 amin turşuya uyğun gəlir. Bizdə nə qədər nukleotid var? Emerintə bölünsün 300 qədər də nukleotidimiz var. Bəs onda nə qədər amin turşu olar? X qədər. X buradan bərabərdir. Emerintə bölünsün 900 qədər amin turşu. Amin turşunu tapdıq. Düsturumuz necə idi? M zülal bərabərdir. N vuraq 110. N də burada amin turşunun sayı idi. Yəni amin turşuydu. Amin turşunu da biz necə tapdıq? Emerintə bölünsün 900 kimi tapdıq. 900 yazdıq yerinə N-in, 110-u da qoyuruq qalır yerində. Demək oldu, emerintə bölünsün 900 vuraq 110. Baxaq ki, burada hansı cavabımız uyğun gələcək? Deməli, burada uyğun gələn cavabımız oldu B variantı. 178-ə baxaq. Oksigenli parçalanma zamanı buraxılan karbon qazının miqdarı ilə udulan oksigenin miqdarı asılılığı hansı qrafikdə düzgün verilmişdir? Oksigenli parçalanma zamanı bilirik ki, oksigenli mərhələ olduğu üçün oksigendən istifadə olunur, adından da bəllidir. Bu zaman 6 molekul oksigendən istifadə edirik və sonda son parçalama məhsulu olaraq 6 molekulda karbon qazı ayrılır. Deməli, 6 oksigen udub 6 karbon qazı xaric ediriksə, demək bunlar bir-birinə necə asılıdırlar? Düz mütənasibdirlər. Ona görə də uyğun gələn A variantı olur. 179-a baxaq. DNT molekulunda ölçüsü adeninli nukleotidin ölçüsünə bərabər olan nukleotid olmasaydı, üzünü köçürmə prosesində neçə növ azotlu əsas iştirak edərdi? Baxaq. Deyir ki, deməli, DNT molekulunda ölçüsü adenin nukleotidin ölçüsünə bərabər olan nukleotid olmasaydı. Adeninin ölçüsünə bərabər olan nukleotid hansıydı? Guanin idi. Yəni yazırdıq ki, guanin adenin bərabərdir ölçü və kütləsi guaninə. Deyir ki, indi bax, adeninlə nukleotidin ölçüsünə bərabər olan nukleotid, yəni guanin olmasa, əgər guanin yoxdursa, onda sitazin də yoxdur. Və üzünü köçürmə transkripsiyadır. Transkripsiya zamanı nə baş verirdi? DNT-dən emerintə yaranırdı. Bax, DNT-də guaninlə sitazin yoxdur. Demək, nə var təkcə nə? Adeninlə timin var. İndi bunların qarşılığı emerint olaraq nə sintezlənəcək? Adenin qarşısında timin durur, amma RNT-də timin yoxdur, urasil var. Ona görə urasil yazdım. Timinin də qarşısında adenin. Baxaq görək neçədən azot əsası var. Bax, adeninlər 1 azot əsası, urasil 2, timində 3. Demək, 3 dənə azot əsası olacaq. 79-da, 179-da da düzgün cavab olacaq Y variantı. 180-ə baxaq. Deyir, amin turşularını kodlaşdıran 240 nukleotiddən ibarət olan bir qəlib əsasında baş verən zülal translyasiyasına maksimum nə qədər vaxt sərf olunur və bu zülalın orta nisbi molekul kütləsi neçəyə bərabər olar? Biz bilirik ki, 3 nukleotid 1 amin turşu deməkdir. Bizdə neçə nukleotid var? 240. Onda 240 nukleotid neçə amin turşu olar? X buradan bərabər eləyir 80 amin turşuya. Bir amin turşunun deməli, transkripsiya müddəti 5də 1 saniyədir. Onda 80 amin turşunun nə qədər olar? X qədər olar. Buradan X bərabər eləyir 16 saniyə. Saniyəmizi tapdıq. Ən sonda nə deyirdi? Deyir ki, zülalın orta nisbi molekul kütləsini tapın. Nisbi molekul kütləsini tapmaq üçün də emer zülal bərabəridir. Amin turşuların sayını vururdum 10-a. 110-a. Amin turşu məndə nə qədər idi? 80. 80-ə də vursam 110-a, o da bərabər eləyər 8800-ə. Demək, cavabımız 1 oldu 16 saniyə, bir də oldu 8800. Burada da baxıram ki, düzgün gələn cavabımız A variantıdır.
181-ə baxaq. X, Y vəziyyəti müəyyən edin. Translyasiya və transkripsiya prosesləridir. Mitoxondri və plastidlərdə baş verir. Bilirik ki, hər iki proses mitoxondridə, plastiddə də baş verə bilər. Sonra RNT-nin hər üç növü iştirak edir. RNT-nin hər üç növü iştirak edirsə, onda bu hansı proses olacaq? Təbiidir ki, bu olacaq, deməli, transkripsiya. Transkripsiyada əgər hər üç növü iştirak edirsə. Ribosomlarda baş verir. Translyasiya, yəni 3 aid oldu. X-ə translyasiya baş verirdi. Sonra bilavasitə DNT-nin iştirakı ilə baş verir. Bilavasitə DNT-nin iştirakı ilə baş verirsə, bu transkripsiyadır. RNT-nin hər üç növü iştirak edir. Hər üç növü iştirak edirsə, bu translyasiyadır. Hər üç növü sintez olunursa transkripsiyadır, iştirak edirsə bu translyasiyadır. Polimer maddələr əmələ gəlir. Əlbəttə ki, hər ikisində də polimer maddə əmələ gəldi. Demək, ortaya aid oldu nə? 1 və 6. 1 və 6 2 dənə cavabdadır. Ona görə də biz X-ə baxaq. X-ə aid elədik nəyi? Ribosomlarda baş verirdi. Bir də RNT-nin hər üç növü iştirak edirdi. 3, 5 demək, uyğun gələn cavabımız oldu D variantı. 182-yə baxaq. Evkaryot canlıların mRNT-sində yalnız RNT-yə xas olan azotlu əsasa malik nukleotidlə başlayan neçə növ triplet amin turşuların kodlaşdırılmasında iştirak edir. Demək, mRNT-də yalnız RNT-yə xas olan, yəni urasil. Urasillə də bağlı iştirak edən bilirik ki, 16 dənə hər azot əsasına uyğun 16 kod tripleti olur. Amma urasillə bağlı 16 kod tripletinin 3 dənəsi amin turşu kodlaşdırmırdı. Yəni UAA, UAG, UGA. Ona görə də biz 16-dan bu 3 dənə olanla çıxırıq, qalır geriyə 13. Ona görə də düzgün gələn cavabımız oldu D variantı. 183-ə baxaq. Zolaq sintezi zamanı ASU kod tripletli NRNT-si amin turşu daşısaydı, onda amin turşularını kodlaşdırmayan DNT tripletlərinin və onların komplementarlarının növ sayının cəmi neçə olardı? Demək, buna baxaq. Biz bilirik ki, bu olsun DNT, bu olsun mRNT, bu da olsun nəqliyyat RNT-si. Amin turşu kodlaşdırmayan nə idi? ATT, ATS, bir də AST. Bunun da qarşılığı UAA, UAG, UGA. Buradan da qarşılığını nə yazacağım? A, deməli U, A, US, burada olacaq ASU, ASU. İndi burada mənə nə deyir? Deyir ki, ASU kod tripleti nəqliyyat RNT-si amin turşu daşısın. ASU kod tripletini nəqliyyat RNT-si amin turşu daşısın. Yəni, bax, bu amin turşu daşıyır. Bu amin turşu daşıdı, ona görə bundan da çıxıram. Əgər bu amin turşu daşıyırsa, demək, bunlar da amin turşu daşıyır. İndi bizə nə deyirdi? Deyir ki, onda amin turşularını kodlaşdırmayan DNT tripletlərini və onların komplementarları neçə növ sayının cəmi neçə olar? Baxın, bunlar getdi. Bu onsuz da nəqliyyat RNT-sidir. Bunu daxil eləmirdim. Məndən yalnız DNT və mRNT-ni soruşur. Geriyə neçəsi qaldı? 1, 2, 3, bir də 4 dənəsi. Demək, 4 dənəsi onların növ sayı nə qədər olar? Tapdım ki, onların növ sayı olacaq 4 dənə. Sonra baxaq, demək, 184-də. Deyir, evkaryot canlıların mRNT-sində urasil nukleotidi ilə başlayan tripletlər maksimum neçə növ amin turşuları kodlaşdırır. Biz bilirik ki, bütün nukleotidlərdə 16 idi, amma urasil ilə başlayan 3 dənə triplet heç bir amin turşunu kodlaşdırmırdı. Ona görə də 16-dan o 3-ü çıxıram, qalır geriyə yenə də 13-ü. Nuklein turşularındakı neçə nukleotid növü üzünü köçürmə prosesində iştirak edib, ötürülmə prosesində iştirak etmir. Deməli, biz bilirik ki, üzünü köçürmə prosesində iştirak edənlər hansı idi? Adenin, timin, guanin, sitazin. Bunların da şəkərləri nə idi? Dezoksiriboza idi. Deməli, üzünü köçürmədə bunlar var idi, amma ötürülmə prosesində bax, adenin qarşısında durur urasil, timinin qarşısında adenin, guanində sitazin, sitazində də guanin. Amma bunların şəkəri fərqli idi, yəni hamısında riboza idi. Ona görə də deyirik ki, bax, bu 4 dənəsi üzünü köçürmə prosesində iştirak eləyir, amma ötürülmə prosesində iştirak eləmir. Buradan bura köçürülür, amma buradan o tərəfə ötürülmə prosesində iştirak eləmir. Ona görə də düzgün gələn cavabımız oldu 185-də Y variantı. 186-ya baxaq. Evkaryot hüceyrədə sintez olunan hansı maddə molekulu hüceyrədən xaricə çıxa bilər? Deməli, hüceyrədən xaricə çıxa bilər yalnız ferment. Çünki katalizator rolunu oynayır. Yəni, istənilən yerdə sintez olunan zülala gedib katalizator rolunu oynaya bilər.
187-yə baxaq. Cədvəldə RNT növləri ABC ilə müxtəlif orqanoidlər isə X, Y, Z ilə işarə edilmişdir. Cədvəl əsasən yanlış bəndi müəyyən edin. Deməli, burada baxaq birinci X, Y və Z orqanoidlərini veriblər. Baxın, X orqanoidlə RNT-nin bütün növləri var. Z orqanoidində də RNT-nin bütün növləri var. Əgər bütün növləri varsa, demək X ilə Y, X ilə daha doğrusu Z iki membranlı orqanoiddirlər. Bunlar iki membranlıdırlar. Yəni tam olaraq deyə bilmərik bu hansı xloroplast, hansı mitoxondriyadır, amma iki membranlı olmağını bilirik. Amma Y-də bircə dənə ribosom RNT-si var. Əgər təkcə R RNT-dirsə, deməli bu ribosomdur. Çünki ribosomun tərkibində yalnız R RNT var idi. Bax bunları tapdıq ki, X, Y, Z nədirlər? İndi cavablarımıza baxaq, bunları uyğunlaşdıraq. Deməli, uyğun olaraq tapmışıq ki, hansılardır? Baxaq. Deyək ki, C ribosom RNT-si ola bilər. C olan nə idi? C baxın, yalnız ribosom RNT-si idi. Ona görə də doğrudan da elə C ribosom RNT-si ola bilər. X orqanoidində həm transkripsiya, həm translyasiya gedə bilər. X tapmışıq ki, iki membranlıdır, gedər. Z iki membranlı orqanoiddir, bəli, tapmışıq. Y membransız orqanoiddir. Y-ə ribosom yazdım, düzdür, membransız orqanoiddir. Yalnız deyir A translyasiyada iştirak edə bilər. Yalnız A dediyimiz mRNT və yaxud da nRNT-dir, amma translyasiyada RNT-nin bütün növləri iştirak edirdi. Deməli, burada uyğun gələn cavabımız oldu Y variantı. 188-ə baxaq. Cədvəldə müxtəlif avtotrof bakteriyalar və onların fotosintez zamanı istifadə etdikləri bəzi maddələr göstərilib. Verilənlərə əsasən yanlış cavabı müəyyən edin. İlk öncə baxaq görək hələ bunlar hansı bakteriyalardır. Deməli, X bakteriyası hidrogendən istifadə edir. Deməli, bu yaşıl bakteriyadır. Y bakteriyası hidrogen mənbəyi kimi sudan istifadə edir. Bu siyanobakteriyadır. Z bakteriyası isə hidrogen mənbəyi kimi H2S-dən, hidrogen sulfiddən istifadə edir. Bu isə qırmızı bakteriyadır. Baxaq görək hansı uyğun gələcək. Deyir, hər üç bakteriya növü fotosintez nəticəsində glikoza sintez edir. Düz deyir. Düzdür, hər üçü glikozanı deməli fotosintez nəticəsində əldə edir. X ətraf mühitdən karbon qazını azaldır, oksigeni artırır. Baxırıq ki, X demək yaşıl bakteriyadır. Yaşıl bakteriyalarda oksigeni xaric eləmirlər. Ona görə də elə burada yanlış cavab olacaq B variantı. 189-a baxaq. İki eyni növə aid otaq bitkisi şəkildəki kimi tərəzinin gözlərinə qoyulmuş və tarazlıqda saxlanılmışdır. Hansı halda tərəzinin tarazlığı pozulmaz? Baxaq görək hansı olar. Deyir, A bitkisinə görünən işığın göy və qırmızı, B bitkisinə isə görünən işığın sarı və yaşıl spektr ilə təsir etmək. Tarazlıq deyir pozulmaz. Bax, burada pozular niyə? Göy və qırmızı demək işıq fotosintezi sürətləndirirdi, amma sarı yaşıl işıq fotosintezi zəiflədirdi. Ona görə tarazlıq pozulacaq. A qabındakı bitkiyə yüksək, B qabındakı bitkiyə isə zəif işıq şiddəti təsir etdikdə yenə də burada fotosintez onda sürətli gedər, burada zəif, tarazlıq pozular. Tərəzini qaranlıq otaqda yerləşdirmək. Bəli, qaranlıq otaqda yerləşdirsək, hər ikisi qaranlıqda olduğu üçün glikozanın miqdarı azalsa da bərabər şəkildə azalacaq. Ona görə də uyğun gələn cavabımız elə C variantıdır. 190-a baxaq. Sxemdə X, Y və Z evkariot bir hüceyrədə baş verən bəzi proseslər Y isə orqanoiddir. X və Z prosesdir, Y də orqanoiddir. Deməli, DNT-dən X prosesi zamanı mRNT, nRNT və RNT sintezləri. Demək, X neymiş? Transkripsiyaymış. Bunlar hamısı Y-ə gəldi. Y olacaq ribosom, çünki onlar hamısı gəlib orada sintezlənir. Z isə yenə də prosesi deyirdi, göstərir mənə, çünki Y orqanoididir burada. Z də prosesi göstərirsə, demək, bu da translyasiya prosesidir. Sxemə əsasən hansı ifadə doğrudur? Y orqanoidi Holgi kompleksində formalaşır. Xeyr, Y orqanoidi Holgidə formalaşmırdı. Çünki ribosom heç Holgidə olmur ümumiyyətlə. Z prosesində iştirak edən azot əsaslarının növ sayı bu prosesdə iştirak edən nukleotidlərin növ sayına bərabərdir. Baxın, mRNT-dən tutalım yaranır nəqliyyat RNT-si. mRNT-dən nəqliyyat RNT-si yaranırsa, Z prosesi translyasiya idi. Bu zaman doğrudan da 4 növ azot əsası mRNT-də, 4 növ azot əsası onun qarşılığında iştirak edirdi. Yəni, hər ikisi RNT-yə aid idi. Ona görə də burada azot əsaslarının sayı bir-birinə bərabər idi. Doğrudan da düzgün cavab elə olurdu B variantı. 191-ə baxaq. Cədvəldə verilən X və Y hüceyrə strukturlarının birgə rast gəlindiyi əksər canlı hüceyrələrdə hansı orqanoidə rast gəlinməz? Deyir ki, hüceyrədə karbon qazının miqdarını X artırır, hüceyrədə oksigenin miqdarını azaldır. Y isə hüceyrədə karbon qazının miqdarını azaldır,
hüceyrədə oksigenin miqdarını artırır. Demək, X nədir, Y nədir burada? X karbon qazını artırıb oksigeni azaldırsa mitokondridir. Y oksigeni azaldıb karbonu azaldıb oksigeni artırırsa, demək Y də deməli xloroplastdır. Deyir X və Y hüceyrə strukturlarına birgə rast gəlindiyi əksər canlı. Əgər xloroplast və mitokondri olan bir canlı varsa, onda bu canlıda hüceyrə mərkəzinə rast gəlinmir. Ümumiyyətlə, qısa şəkildə biz elə deyirik ki, xloroplastda və hüceyrə mərkəzinə bir bitkidə, bir canlıda heç vaxt rast gəlinmir. Ona görə də düzgün gələn cavabımız oldu D variantı. 192-yə baxaq. Şəkildə hansı proses verilib onu deyirlər. Baxın, şəklə baxan kimi onsuz da qran sözünü buradan oxuyan kimi tilakoid, qran, Calvin siklin görən kimi mən bilirəm ki, bu fotosintez prosesinə əks etdirir. Demək, düzgün gələn cavabımız D variantı. 193-ə baxaq. Euler-Venn diaqramına görə uyğunluğu müəyyən edin. Fotosintezin işıq fazası və energetik mübadilənin ikinci mərhələsi. Baxaq burada. Nəyi soruşur bizdən? Deməli, deyir ki, hidrogen protonu əmələ gəlir. Hidrogen protonu bilirik ki, harada əmələ gəlirdi? Fotosintezin işıq fazasında əmələ gəlirdi. Deməli, fotosintezdə əmələ gəldi. Sonra ATF sintez olunurdu. ATF harada sintez olunurdu? Bütün proseslərdə ATF sintez olunurdu. Yəni, Z-ə aiddir 2. Su əmələ gəlirdi. Su harada əmələ gəlirdi? Su, deməli, fotosintezdə su parçalanırdı, amma ikinci mərhələdə isə, yəni oksigensiz mərhələdə isə, deməli, su əmələ gəlirdi. Düzdür. Deməli, Y-ə aid oldu. Deməli, su əmələ gəlir. Baxaq, bir dəqiqə. Hidrogen protonu əmələ gəldi. Hidrogen protonu harada əmələ gəldi dedik? Dedik ki, fotosintezin işıq fazasına əmələ gəlirdi. Sonra ATF sintezi olunurdu. ATF sintezi baş verirdi. Deməli, hər iki prosesdə ATF sintezi baş verirdi. Suyun əmələ gəlməsi. Fotosintezin işıq fazasında da, deməli, ikinci mərhələdə də, yəni glikoliz mərhələsinin hər ikisində də su əmələ gəlirdi, Z-ə aiddir. ATF sintetaza kanalı yaranırdı. ATF sintetaza kanalı demək yaranırdı burada. Yalnız X-də, çünki bu glikoliz gedirdi sitoplazmada. Orada sintetaza kanalı yarana bilməzdi. Glikoza parçalanırdı. Glikoza parçalanırdı. Təbiidir ki, ikinci mərhələdə. Çünki fotosintezin işıq fazasında heç glikoza yaranmamışdı. Deməli, uyğun gəldi hansı? X oldu 1, 4. Y-ə aid elədik yalnız 5-i. Z-ə isə aid elədik 2-ni və 3-ü. Uyğun gələn cavabımız oldu B variantı. 194-də nə deyir? Euler-Venn diaqramına görə uyğunluğu müəyyən edin. Yenə də X, Y və Z göstəribdir. Fotosintezin işıq fazası və hüceyrə tənəffüsü, yəni 3-cü mərhələni nəzərdə tutub bizə deyibdir. Baxaq görək burada hansı uyğun gələcək. Deməli, deyir ki, hidrogen protonu əmələ gəlir. Hidrogen protonu nə vaxt əmələ gəlirdi? Hidrogen protonu hər iki prosesdə də demək əmələ gəlirdi. Baxaq, hidrogen protonu bəli, hər iki prosesdə əmələ gəlirdi. ATF sintezi olunurdu. ATF sintezi də yenə hər ikisində baş verirdi ATF-nin sintezi. Yəni 1 ilə 2-ni aid elədik biz Z-ə. 1 ilə 2-nin də Z-ə aid olduğu variant elə B variantdır. Baxaq görə uyğun gələcək. Deməli, deyir ki, su fotolizə uğrayır. Suyun fotolizə uğradığı təbii ki, fotosintezin işıq fazası idi. 3-ə aiddir doğrudan da X-ə. 4-ə baxaq, süd turşusu hidrolizə uğrayırdı. Süd turşusu oksigenli mərhələdə, yəni hüceyrə tənəffüsündə uğrayırdı. Y-ə aid oldu. Molekulyar oksigen əmələ gəlirdi. Molekulyar oksigen də yenə də fotosintezin işıq fazasına əmələ gəlirdi. Deməli, B variantı uyğun gəldi. 195-ə baxaq. Bitki hüceyrəsində plastik mübadiləyə aid olan proseslər. Plastik mübadilə nə idi? Plastik mübadilə, yəni nəyinsə yaranması idi, sintez prosesi idi. Deyir, glikozdan karbon qazının əmələ gəlməsi bu aid deyil. Nukleotidlər nuklein turşusunun əmələ gəlməsi aiddir, bəli. Zülaldan amin turşuların əmələ gəlməsi parçalanmada aid deyil. Glikozadan nişastanın əmələ gəlməsi aiddir. 2 və 4 demək aid oldu. 196-ya baxaq. Bitki hüceyrəsində plastik mübadiləyə aid olmayan proseslər, artıq aid olmayanı soruşur. Yəni parçalanma olsun. Glikozdan karbon qazının əmələ gəlməsi, bəli, bu aid deyil. Nukleotidlər nuklein turşusu aiddir. Zülaldan amin turşunun əmələ gəlməsi aid deyil. Glikozdan nişastanın əmələ gəlməsi aiddir. Deməli, burada da plastik mübadiləyə aid olmayan parçalanma reaksiyasını götürəcək də. O da olur hansısa 1 və 3 demək uyğun gələn cavabımız olacaq. 197-yə baxaq. Karbohidratların energetik mübadiləsinin ikinci mərhələsi üçün səciyyəvidir. İkinci mərhələ hansı idi? Glikoliz idi, yəni oksigensiz mərhələ idi. Baxaq, orada nə baş verirdi? Prosesdə oksigen iştirak etmirdi, düz.
oksigenli, çünki ikincidə oksigen yox idi onsuz da. Mitoxondriyada baş verir səhv. Bir molekul qlikozanın parçalanmasından 36 ATP əmələ gəldi səhv. Hazırlıq mərhələsi adlanırdı səhv. Qlikoliz adlanır düzdür. Sitoplazmada baş verir düzdür. Deməli uyğun gəldi 1, 5 və 6. 198. Fotosintez prosesinin qaranlıq fazasında baş vermir. Baş vermirdi nə? Molekulyar oksigen əmələ gəlməsi işıq fazada baş verirdi. Bu 1. Glikozanın sintezi baş verirdi. Bu aid deyil. ATF-nin istifadəsi baş verirdi, bəli. ATF-nin sintezi oksigenlidə idi. Fotoliz, yəni suyun fotolizi yenə də oksigenli prosesdə idi. Heksozanın yaranması, yəni glikozanı nəzərdə tutulur. Bu isə oksigenli qaranlıq fazadaydı. Deməli, indi burada qaranlıq fazada baş verməyənlər hansı oldu? Baş verməyən oldu 1, 4, bir də 5. Baxaq 199-a. Deyir ki, sxemə əsasən doğru ifadələri müəyyən edin. Energetik mübadilənin mərhələləri. Yəni, bu energetik mübadilənin mərhələlərin hamısına aid olsun. Hər üç mərhələdə istilik enerjisi əmələ gəlir. Bəli, hər üç mərhələdə istilik enerjisi onsuz da əmələ gəlirdi. Bir düzdür. Hər üç mərhələ oksigensiz mühitdə yaşayan canlıları enerji ilə təmin edir. Xeyr. Üçüncü mərhələ oksigenli mühitdə gedirdi. Ona görə götürmürük. Hər üç mərhələdə üzvü maddə əmələ gələ bilər. Bəli, üzvü maddə əmələ gələr. Birincidə məsələn üçün mürəkkəbdən biraz sadə quruluşlu üzvü maddə, ikincidə süd turşusu yaranırdı. Sonda da yenə karbon qazı yaranırdı və yaxud da ki, başqa parçalama məhsulları yarana bilərdi. Ona görə də 1 ilə 3 doğru ifadə şəklində demək burada götürürük. 200-ə baxaq. Deyir ki, sxemdə rəqəmlə göstərilənlərdən hansı yalnız işıq fazasında yaranırdı? Yalnız işıq fazasında baxaq ki, nə yaranırdı? Bax, hidrogen yaranırdı yalnız işıq fazasında. Elektronlar yaranırdı, çünki potensiallar fərqi yaradacaqdı. 2. Demək, burada bax, bu heksozalar ümumiyyətlə bunlar yaranırdı. Deməli, qaranlıq fazada. Bizə işıq faza lazımdır. Ona görə işıq fazaya aid yalnız 1 və 2-ni burada götürürük. 201-ə baxaq. Deyir, bir zülal molekulunun sintezi 20 saniyəyə başa çatır. Bir amin turşunun zəncirə birləşməsinə maksimal vaxt sərf olunarsa, onda həmin zülal neçə amin turşu qalığından deməli ibarət olar. İndi baxaq. Biz bilirik ki, bir amin turşunun zəncirə birləşməyi 5-də